آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين اللهم وفقنا في العلم والعمل الصالحين بحق محمد وآله الطيبين الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم Əhkamus savm. Bəli, bundan öncəki dərslərimizdə ibadət bəhsindən söhbət edirdik və mübarək Ramazan ayı olduğuna görə istədik ki, orucun hökmləri, hansı ki bu günləri möminlərə daha çox lazımlı məsələlərdir. Bunları bilmək daha çox zəruridir, xüsusən bu ayın özündə, mübarək bu ayda. İstədik ki, həmən bu aydan istifadə eləyib orucun hökmlərindən siz əzizlərə söhbət eləyək. Əlbəttə ki, elə kitab Məsail Muntaxaba Səmahat Ayətullah Əl-Udma Seyyid Ali Əl-Hüseyni Sistani ağanın kitabıdır və bundan söhbət eləyəcək. O yerlərdə ki, əgər incə məsələlər var, müştəhidlərin arasında fərqli olan məsələlər ki, onları da inşallah sizlərin nəzərinizə çatdıracaq. Yəcibə alə kulli insanin ən yasumə şəhr Ramazan ində təhəqqüqə hadihi şurut. Əvvəlcə sual veririk ki, mükəlləf, həddi buluğa yetişən bir insan, bütün ibadətlərimizdə biz bunu qeyd eləmişik ki, Allah Əzzə və Cəllənin müqəddəs şəriətini bir insan yerinə yetirməkdən ötürü gərək bir neçə dənə şərtləri özündə cəm eləyə. Onlardan birincisi nə idi? Həddi buluq idi. Gərək həddi buluğa yetişə ki, ona şəri təklif boynuna gələ Allah Əzzə və Cəllə tərəfindən və əməlləri yerinə yetirə. Təkcə həddi buluq deyildi. Bir neçə şərtlər ki var orucda. Hər bir ibadətin özünün şərtləri olduğu kimi, orucluğun da özünün xüsusi şərtləri vardır. Həmən şərtlər gərək nədir? Təhəqqüq tapa bir insanda, təhəqqüq tapandan sonra mübarək bu Ramazan ayında ona oruc vacib olur. Orucun vacib olma şərtlərindən, səbəblərindən biri budur ki, gərək insan həddi buluq olur. İndi gələcək, bəli, həddi buluğun özünün incə məsələləri var, onları da qeyd edəcək. Fəla yəcib ələ qeyrül baliği min əvvəlil fəcr. Biz ki deyirik ki, həddi buluğa yetişən insan oruc tutmalıdır, oruc ona vacibdir. İndi birdən bizə sual versələr ki, bir uşaq hələ həddi buluq olmamışdı sübh vaxtı. Yəni sübh azandan qabaq həddi buluq olmamışdı. Ona vacibdir oruc tutsun, deyirik, xeyr, vacibdir. Ağa deyir, fəla yecibu alə qeyril baliği. Nə vaxtı? Min əvvəlil fəcr. Çünki biz niyyəti nə vaxt eləyirik? Bəli, əlbəttə, zehinlərdə şək qalmasın, insan iki cür niyyət eləyə bilər, buna da qeyd eləyək. Bir dəfə niyyət eləyir ki, mübarək Ramazan ayının, bir ayının orucunu tutmaya niyyət eləyir. Daha yaxşılar ki, hər günün özünün niyyətini eləsin. Birinci günün, ikinci günün və ilə axır və s. İndi mübarək Ramazan ayıdır, uşaq oruç tutur, amma həddi buluq olmayıb və ya da oruc tutmur. Həddi buluq olmadığına görə hələ həddi buluq olmayıb bu insan. Fəcirdən qabaq buna vacibdir. Oruç tutmaq vacib deyil. Oruç tutsa orucu səhiydir, amma vacib deyil o uşağa. Və in kanal əhvatil əvlə itmamuhu izə kana nabiyan lissawmi nədbən fəbələğə əsnaun nəhar. Amma bu uşaq deyir, düzdür, bilirəm mənə vacib deyil oruç tutmaq, amma orucu niyyət eləyir. Yəni durur valideynləri ilə o başdanasını yeyir, imsak, biz o başdana deyirik də ana dilimizdə. O başdana elədi, məsələn, saat 4-də niyyət elədi ki, oruç tuturam, müstəhəb orucun vacib deyil axına, müstəhəb oruç tuturam. Sonra gəldi, həmən günün naharında həddi buluq oldu. Deyir, nahar nədir? Məsələn, səhər-səhər, saat 8-də, 9-da, vaxt bir yəni təyin eləcəkən gün orta azanına qədər. 9-da, 10-da həddi buluq oldu bu uşaq. Bunun hökmü nədir? Bu uşaq niyyət eləmişdi, müstəhəb oruç tutsun. Vacib də deyildi. Niyə? Həddi buluq olmamışdı sübh azanından qabaq. Həddi buluq oldu naharda, yəni gün çıxandan sonra. Saat 8-də, 9-da həddi buluq oldu.
Bu uşağın vəzifəsi nə? Bu artıq mükəlləf oldu, bəli. Bunun vəzifəsi nədir? Ağa deyir ki, buna vacib deyil. Baxmayaraq ki, bu uşaq, bu cavan saat 9-da 10-da həddi buluq olsa belə, yenə ona vacibdir, amma daha yaxşı budur ki, bu insan, bu qardaş, bu mömin ki, niyyət ki eləmişdi müstəhəb orucu, həmən orucu neynəsin? Davam eləsin və orucu tutsun. Tamamlasın. İzakan naviyen lissomu nədir bana? Şeyxana, nədir ağa? Və in kanəl əhvatul əvla, daha yaxşılar nədir? İtmamuhu. Həmən gün orucunu tamamlasın. Müstəhəb orucu eləyə bilərdi açsın, amma ağa deyir ki, yaxşılar ki, açmasın. Davam eləsin. Yenə vacib deyil ha. Birdən bizə sual versələr, saat 9-da həddi buluq oldu, həmən gün orucu vacib oldu. Deyəcək, vacib deyil. Amma daha yaxşı olar ki, neynəsin? Davam eləsin. Nə vaxtda? Əgər müstəhəb oruc niyyəti etmişdisə və müstəhəb niyyəti etdiyi təqdirdə gəldi saat 9-da 10-da həddi buluq oldu. Bu birinci həddi buluq barəsində. İkincisi odur ki, gərək mükəlləf ağıllı ola, ağlı başında ola, dəli olmaya, yəni məcnun olmaya. Üçüncü, ədəmül iğma, ağlı, huşu yerində ola və ürəyi getməyə. İndi hələ istəyirəm bu əqildə biraz dayanaq. Deyirik ki, əvvələn, ikinci şərt ki, budur ki, Allah təklifi qoyub ağıllı insanların boynuna. Qeyri ağıllı insanlardan təklif götürülüb. Amma gəlir qeyri ağıllı insan ki, məcnun dedik, o bölünür iki qismə. Var günün, yəni günün bütün vaxtında dəli olan, bir də var ki, yoxcunun etibarı. Var itibaqı, var etibarı. Düz etibarı olsa necə? Deyir, etibarını da bölünür iki yerə. İtibarı nədir? Yəni günün bir hissəsində dəli olur. Yəni həmişə dəli olmur. Bu insan normal insan olur. Hə, itibar ona deyirlər. Dəliliyi gedir, gəlir. Deyir, əgər birdən dəliliyi bunun sübhdən, yəni fəcirdən məğribə qədər olsa, həmişə belə olsa, bu da elə bunun hökmü də adı o biri dəlilər kimidir. Yəni oruc nə vaxt tutulur oruc? Sübhdən sübh azanından axşam azanına qədərdir. Bu insan da həmən bu vaxtda məcnun olur. İtibarı da olsa bunun cünunu bu vaxtı. Buna deməli oruc vacib deyil. Yox desin ki, bunun cünunluğu bu vaxtda deyil. Məğribdən sonra tutur, ona vacibdir. Burada bir dənə də qism açaq. Birdən günün hissəsində, günün bir hissəsində niyyət edəndən sonra bunun dəliliyi tutsa necə? Sonra özünə gəlsin. Və yaxud da niyyət edən vaxtı, yəni sübh vaxtı elə nə idi? Bu dəli idi. İnşallah onlar hamısını böləcəyik və onların barəsində yavaş-yavaş danışacağıq. Əl-aql və ədəmul iğma. İkinci şərt ağıldır, üçüncü nədir? İğmadır. İnsanın huşu yerində olar, ürəyi getməyə. Bəzən bu iğma məsələsi ki vardı, bunu da ağalar iki yerə bölürlər, düzdür, burada hal-hazır oxuduğumuzda iki yerdə deyirlər, birbaşadır. Bir var insan ixtiyarən bunu eləyə. Özün iğma eləyə bilər, bəli eləyə bilər. Necə? Bir dənə dərman atdı, ağıl çıxdı başından. Huşu getdi. Hə, deyir ki, bizim söhbətimiz ondan getmir. Bilə-bilə özün iğma etmək yox. Fələv cənnə əv əğma aleyhi biheysu fatət minhun niyyə əl-mu'təbərə fissom. Bir insan əgər dəliliyi tuta və yaxud da ki, bu insanın huşu başından gedə, o zürnə ki, bu insan niyyəti etməyə imkanı olmuyor. Niyyət şərt, orucda niyyət şərt idi axı. Niyyət də elə bilməyib, niyyəti gedib artıq. Niyə niyyəti gedib? Ona görə biraz öncə dedi ki, görəsə bunun dəliliyi, bunun cünunluğu nə vaxt tutacaq şeyxana? Deyirik ki, əgər birdən sübh vaxtı ki biz o başdan yürüyük ya, həmin vaxt bu insan ağlı başında olmasa, bunun dəliliyi tutsa, muğmə əleyh olsa, bu niyyət eləməyib ki, niyyətdə şərt idi oruçsun. Deyir, hə, bu birinci bunu götürürük. Və əfaqə əsna'ən nəhar. Yəni saat 4-də 5-də bu adamın dəliliyi tutdu, gəldi səhər-səhər saat 9-da 10-da dəliliyi buraxdı. Ürəyi getmişdi, ağlı başından çıxmışdı, gəldi ağlı yerinə. Nə vaxt gəldi? Səhər saat 9-da 10-da gəlib.
bu insan həmən gün orucunun hökmü nədir? Ləm yəcibə aleyhi somu zalikəl yom. Həmən günün orucu həmən bu insana vacib olmayacaq. Niyə vacib olmayacaq? Çünki niyyət şərt idi. Orucun niyyəti şərt idi. Orucun niyyətini eləməyib. Həmən vaxtda bu insanın nə olub? Bu insan xəstə olub, ağıl başda olmayıb və ya da dəli olub. Nəam, İzâ kana məsbuqan bin niyyə fi surətil məzkura. Yox, əgər birdən bir insan niyyət eləyən vaxtı ağlı başında olub, ürəyi də getməyib. Bəli. Fərqlidir. Ola bu ən axırında çıxan. Oxuyun hələ ibarəni. Naam. Onu bayaq qeyd elədim ki, kitabların bəzisində onu yoxdur. Ona görə onu qeyd elədim ki, birdən bir insan bir dənə dərman atdı, dərmanın səbəbindən dəli oldu. Dərman səbəbindən muğməlih oldu, ağlı başından çıxsa necə? Deyir ki, onu çıxartdı bayaqları. Dedi, nədir o? Bu hökmə şamil deyil. Yəni, nədir şamil deyil? Əgər bir insan dəliliyi, ürək getmə səbəbi öz əlində olmasa, ona vacib deyil oruc. Yox, əgər əksinə birdən öz əlində olsa, dərman atman eləsə, ağa deyir, ehtiyatı tərk eləməsi, yəni nə? O həmən günün orucunu tutacaqdır. Ona həmən gün orucu yəni nədir? Vacibdir. Bəli. Nəam, İzâ kana məsbuqan bin niyyə fi surətil məzkura. Yox, əgər bir insan sübh vaxtında niyyətini eləmişdi, niyyət elədi, sübh namazını da qıldı, sonradan bu insanın ürəyi getdi, ağlı başından çıxdı və yaxud da bu insan nə oldu? Dəli oldu, dəliliyi tutdu, belə deyək. Bu halda nə edəcək? Fəl-əhvətü lüzumən ən yətummə sovməhu. Orucunu tamamlayacaq. Məsələn, misalı biraz izah edək. Niyyəti o başdan yedi, niyyət elədi ki, mübarək Ramazan ayının 3-cü günün orucunu tuturam, qürbətən ilallahi təala. Saat 8-də bu insanın dəliliyi tutdu. Saat 10-da yenə də özünə gəldi, ayıldı. Neynəsin? Orucunu davam eləsin. Ehtiyat lüzumumuz nədir? Orucunu həmən günü nədir? Davam eləsin, orucunu tutsun. Ən yatınması olmaq. Bu bizim nədir? 2 və 3-cü şərtimiz. 4. At-taharatu minəl heydi və nifas. 4-cü şərt budur ki, xanımlara aiddir bu məsələ ki, heyz və nifasdan gərək xanımlar pak olsun. Yəni, mübarək Ramazan ayında oruç tutmağın şərtlərindən biri də budur ki, gərək qadınlar heyzli olmasınlar və nifaslı olmasın. Heyz və nifas barəsində ümidvaram ki, yadınızdadır. İnşallah geniş şəkildə öz bəhsində söhbət eləmişik, amma yenə də deyək ki, heyzli olan xanımlar ki, məsələn, ayda bir dəfə qan görürlər, ona Azəri dilində aybaşda deyirik, aylıq xəstəlik də deyirlər. Nifasdır, dünyaya uşaq gətirən vaxtı qadın gördüyü qandır, bir ləhzə də olsa belə, həmən qana nifas qanı deyirdi, o qan gərək təmizlənə, paşlana, ondan sonra oruç tuta. Nə qədər ki, qusul verməyibsə, yəni heyz qanı kəsilməyibsə, nifas qanı kəsilməyibsə, o xanım oruç tuta bilməz. O xanıma vacib orucluğun yəni şərtindən artı nədir? Təxəllüf edir. Fəla yəcib aləl haidi və nüfəsa. Haizdir, heyz olan xanım və dünyaya uşaq gətirən xanımla oruc vacib deyil. Bir dənə məsələ var ki, bizdə mənə oruc vacib deyil, amma oruç tutsam səhihdir. Belə hökmlər var da, məsələn, uşağa, həddi buluğa yetişməmişə, oruc vacib deyil, həc vacib deyil. Amma gedib ona həccin əməllərini eləsə, orucluq tutsa, onun orucu səhihdir. İndi bu heyz olan xanımlar, nifas olan xanımların hökmü necə, oruc vacib deyil və onlar görəsən oruc tutsar, orucları səhihdir, xeyr. Bu xanımların nə oruc onlara vacibdir, nə də ki orucları heç səhih deyil. Və la yəsihhu minhuma və ləv kanəl heydu əvin nifasu fi cüz'i minən nəhar. Baxmayaraq ki, heyz qanı, məsələn, niyyət elədi orucu, gəldi səhər-səhəri, günün bir hissəsində qan gördü, biraz qan gördü. Biraz da qan görsə heyz qanıdır. Çox təəssüflər olsun, bəzən görürük ki,
insanlarımız Allahın gözəl bəndələri istəyirlər ki, Allahı bəndəsilik eləsinlər. Amma bəzən səhvə yol verirlər. Səhvə yol verdiklərimiz məsələlərdən biri də buradır ki, deyirəm, xeyr, mən həmişə oruç tutmuşam, indi oruç tutmuyum, mən xəstəlik səbəbindən oruç tutmuyum. Ağır gəlir adama ki, mən niyə bu mübarək ayda oruç tutmuyum? Yox, bəzi məsələlər var ki, mən oruç tutsam da onsa məndən səhih deyil ki, oruc. Onlardan da biri nədir? Bu xanımlardır. Sonra gələcək səfərin hökmlərində buna işarə edəcəyik. Bəli, bu dördüncüsü budur ki, heyz olan xanımlar, baxmayaraq ki, orucu tutsalar da inşallah gəlib onlara da işarə eləyərik. Hətta iftara 1 saat qalmış belə qan görsə, yenə də orucu getdi. Həmən günün orucunun qəzası o xanıma vacib olacaqdı. Hansı ki, bunları oxumuşduq. Qəza namazlarında dedi ki, qəza namazı heyz olan xanımların boyundan götürülür, amma oruc isə götürülmür. 5-ci şərt budur ki, ədəmul darar. Mənim tutduğum bu oruc mənim sağlamlığıma, mənim səhhətimə zərər vurmasın, gərək zərəri olmasın. Dəfələrlə bunu demişik, yenə deyirik bu mübarək Ramazan ayda bizi yaradan mərhəmətli Allahımız, Rəbbimiz o qədər bizə məhəbbəti var, şövqü var, sevgisi var ki, biz bəndələrsin cürbəcür yollar qoyub ki, bəndəyə zərər olmasın. Bəndəyə bir sözlə insanlara Allah Əzzə və Cəllə dəyər verib, kaş ki, o dəyəri biz özümüzə də onu dəyərləndirə bilək. Allah Əzzə və Cəllə deyir, Ramazan, bu hal-hazırdakı ayımız ki var, mübarək bu Ramazan ayında oruc mükəlləflərə vacibdir. Ay mükəlləf, əgər sən xəstəsənsə, sənə yox. Hətta təkcə xəstəsən yox, xəstəliyin var, xəstəliyin uzanar sağalması. Yəqinən bilirsən, ha? Doktor sənə deyib, mütəxəssis doktor sənə deyib, ədalətli bir həkim sənə deyib ki, sənin oruç tutmağınla bu xəstəliyin uyğunlaşmır, üst-üstə düşmür, sənin səhhətinə zərərdir. Allah Əzzə və Cəllə deyir ki, mən sənin boynuna bunu götürdüm. Bu yəqinən bildim. Ağa deyir, təkcə yəqin yox. Mislul məradulləzi yadurru mə'ahu sum. Li'icab şiddətihi, li'icabihi, şiddətihi, av tuli bər'ihi, av şiddəti ələmihi. Ağa deyir, əgər bir insan oruç tutsa, bunun tutduğu bu oruc, bu insana zərər verə, bu oruc səbəb ola onun xəstəliyin şiddətlənməsinə və yaxud da sağalmasının tulə bər'ihi, sağalmasının uzanmasına səbəb ola, av şiddəti ələmihi və yaxud da oruç tutmaq səbəb olar canımın ağrımasının, ağrının daha da şiddətli olmasına səbəb olsa mənim orucum, Allah Əzzə və Cəllə deyir nədir? Onda oruc tutma. Kəzalikə, zəlikə bil miqdarul mu'təd bihilləzi ləm təcrəl adə bi təhəmmül mislihi. Belə həmsinin ki, o miqdarda olsun ki, bu xəstəlik deyir ya. Bu xəstəlik o miqdarda olsun ki, adətən insanlar təhəmmül eləyə bilmir. Yəni, bu xəstəliyə dözə bilmirlər ağrısına. İndi bir insan bir dənə grip olub, desin ki, mən xəstəyəm, oruç tutmayayım, deyir, xeyr, belə deyil. Yox, bu cürdə deyil. Grip olmayın, insan var ki, məsələn, il boyu elə gripdir. Oruç tutmasın, xeyr, elə deyil. Bizim söhbətimiz o xəstəliklərdən gedir ki, həmən xəstəliklərə oruc zərər vurar. Və la fərqə beynəl yəqini bizəlikə və zənni bihi və l-ihtimalil mucib li-sidqil xovfil müstənid iləl mənaşil uqələiyyə. Bəli. Bəyək misalı vurdu, mənə doktor, həkim dedi, təbib mənə dedi, xoş, gözəl, təbib mənə dedi, məndə yəqin yarandı. İndi mən ehtimal versəm, ya da zənn eləsəm, zəndən sonra ehtimal gəlir də, yaxud da zənn olub, ehtimal versəm xəstəliyim uzalar. Mənim bu oruç tutmam, deyir, yenə də səndən istəmirəm. Əgər ehtimal versin, sənin o ehtimalın üqalayı bir ehtimal olsun, yəni, durub misal ona vurdum ki, qrip xəstəlik kimi olmasın. Məsələn, mənim qaraciyərimdə hansı bir xəstəlik vardı. Hökmən gərək dərman qəbul eləyəm, və yaxud da maye qəbul eləyəm, və yaxud da böyrəklərdə müşkül var və ilə axır və s.
Xəstəliklər var ki, həmin xəstəliklər nədir? Onun mənşəsi uqalaidir ki, bu cür xəstəliklərdə gərək insan özünə müalicə eləyə, nəymiş ki, oruç tuta. Fəfi cəmiə zəlikə la yecibus-sum. Bütün bu sadaladıqlarımızda ağa bir nədir? Oruç tutmaq bu insana vacib deyil. Bu birinci mərhələ. İnsanın özünə aid olan mərhələdir bu. Birinci dediyimiz şeyxana nədir? İnsanın özünə aid olan məsələdir. Mənim oruç tutmağım mənim canıma zərərdir. Mənim oruç tutmağım mənim xəstəliyimin şiddətlənməsinə, ağrı acımın şiddətli olmayına. Amma bir də məsələ vardı ki, mən yəqinən bilirəm ki, mənə zərər eləməyəcək oruç. Amma oruç tutsam, mənim oruç tutmağıma görə başqası əziyyət çəkəcək. Onda necə? Və izə əminə minəd-darari alə nəfsihi və lakinnəhu xafə minəd-darari alə irdihi əv malihi mə'əl hərəci fi təhəmmülühü ləm yəcib aleyhis-sum. Bəli, ağa buyurur ki, əgər bir insan özünün oruç tutması öz nəfsinə, öz canına zərər eləməyəcək, amma oruç tutması qorxur ki, xətər gətirər ailəsinə, xətər gətirər onun malına. Məsələn, desələr ki, sən oruç tutun, sənin maaşı kəsəcək, ailə uşaq qalacaq bu ay ac. Məsələn, misal verir. Və yaxud da oruç tutsun, sənin bu pulu əlindən, bu malı əlindən alacaq. Bu bir dəfə özün malından söhbət edir. İkinci səfər edirsə deyir ki, yox, özün deyir. Şeyx Əmrah bunu əmanət qoyub malı mənim yanımda. Deyirlər ki, sən əmanət qoyursan, mənə də vacibdir əmanəti qoruyam. Mənə deyirlər ki, sən oruç tutsun, əmanət aparacaq. Deyirlər və yaxud da ki, oruç tutsan məsələn, əlimdən çıxa bilər, onu qoruya bilmərəm, hansı bir səbəblərə görə. Ağa buyurur ki, əv maluhu mə'əl hərət fitəm və ləm yəcib aleyhis-sum. Bu halda oruc ona vacib deyil. Və kədalikə fīmə izə zahəməhu vacibun musavin. Və yaxud da ki, nədir? Başqa bir dənə vaciblə bu orucun vacibliyinin təzahümliyi bərabər olar. Məsələn, misalı vurdu, gətirdi, şeyx mənim yanımda bir dənə əmanət qoydu və mənə vacibdir onu qoruyam. Ha? Ləv xafə alə ird qeyrihi əv malihi mə'vuzub hifzihi aleyhi. Ha? Zahəmə, müzahəmə. Təzahümdür ya, təzahüm. Təzahüm yaranır. Müzahimə o şey deyərlər ki, ərəblərdə bu şeylə o şeyin arasında qalmışam, hansını yerinə yetirim? Hə? Yo. İki dənə vacib bir-birinə müzahimə olur. Yo, hə, ya bunu yerinə yetirməliyəm, ya onu. Bizdən var mühim, var əhəm. Düzdür? Mühim, əhəm, bir ki, təzahüm babında mühim, əhəm buradan çıxır. Amma bir eyni, müsavidir. Mənim oruç tutmağım da vacibdir. Ha? Oruç tutmağım da vacibdir. Amma əmanət qorumaq da vacibdir. Mənim qəsbi yerə girməyim haramdır. Məsələn, təzahüm bunda misal vuraq. Qəsbi yerə girməyim haramdır. Qəsbi yerdə görən bir nəfər boğulur. Şeyxana. Onu da girib burada çıxartmalıyam. Məsələn, təzahüm başlanmaysa misalları burada. Aydındır inşallah. Bəli, indi burada görürəm ki, bir vaciblə digər vacibliyin təzahümliyi bərabər olur. Zəhmə olur da, zəhmə olur. Hə? Biz Azəri dilində bir kəlmə istifadə edirik ki, insan yer özünün həkimi ola. Bunu İraqda istifadə edirlər ki, kullu vahidin tabibun nəfsə. Hər kəs özünün həkimidir. Ola bilər bir dəfə həkim mənə deyək ki, sənə zərərdir. Oruç az qalmaya sənə zərər alır. Mən görürüm ki, mənə zərər etmir. Ola bilər həkim mənə deyək ki, sənə heç də zərər deyil orucdan. Mən görürəm ki, mənə zərərdir. Kulli insan alə nəfsihi basira. Hər bir insan özü, öz cismini çox gözəl tanıyır. Ona görə də bu məsələdə hər bir insan qayıtmalıdır özünə, öz səhhətinə, öz sağlamlığına. Birinci qismdə, ikinci qismdə isə yox. İkinci qism nədir? Özünə aid deyil, özünün, məsələn, ailəsinin və malının hifzinə görədir və yaxud da digərinin namusu və malının
qoruması buna vacibdir. Bu halda bu gərək neyniyə? Orucu tutmaya, ta ki cəmaatın əmanətini qoruyub ona çatdır həmin insan. Bu da bizim nədir? 5-ci şərtlərdən biri də bu idi nədir? Ədəmü darar. Gərək oruc insana zərər olmasın. 6-cısı budur. Əl-hadır əv ma bi hukmi. Oruç tutanda gərək hazırda olasın. Yəni hazırdan məqsəd nədir? Doğulduğun yer, öz vətənin, hansı ki, nə qədər şu vətəndən erazlıq eləməyibsən, vətən hökmündədir. Əv bi hukmihi. Və yaxud da ki, sənin vətənin deyil, amma 10 gün və 10 gündən çox qalmaq iqamə niyyət edibsən. 10 gündən çox qaldığımız yerdə biz niyyət eləsək, orada gərək orucumuzu da tutay, namazımızı da neynəyək? Tam qılay. Fələv kana fi səfərin tuqassar fihi salah ləm yecib aleyhi som. Əgər bir insan səfərdə ola və onun vəzifəsi, namazını qəsr qılmaq olarsa, onda o insana oruç tutmaq vacib deyil. Ağa, təkcə vacib deyil. Orucu səhihdir. Bəl və la yəsihhu minhu əydan. Ha? Nəymiş təkcə vacib deyil? Oruç tutsan səfərdə, səfərdə tutduğun orucun səhih də deyil heç. Təkcə vacib yox, səhih də deyil. Naam, əs-səfəru ləzi yəcibu fihi tamam, la yəsqutu fihi som. Bəli, əgər o səfər ki, əs-səfər əlləzi yəcibu fihi, o səfər ki, o səfərdə mənim namazım tamdırsa, onda mənim oruc da boynumdan götürülmür və bunun da misalları çoxdur. Kəthir səfər kimi, çoxlu səfər eləyən insandır. Çox səfər eləyəndə demişdik, nə eləyər? Misallar bulmuşdur səfər babında, taksi şoferləridir, gəmi sürənlərdir və elə axır bəstər. Onlar ki, namazları tamdır və onlar nə eləyəcəklər? Orucu da tutacaqlar. Əl-əmakinulləti, bəli. İndi ortaya bir dənə sual çıxar, bu yaxınlarda elə bu sualı mənə göndərmişdilər ki, bəzi yerlər ki vardı, o yerlərdə insan ixtiyar sahibidir. Həm namazını qəsr qılsın və yaxud da ki, namazını neyəsin, tam qılsın. Məsələn, Kərbəlada İmam Hüseyin Əleyhisselam hərəmi. İndi orada məsələdə bir cüzi ixtilaf var ki, Kərbəlanın tam özüdür, yoxsa hərəmin özüdür. Məşhur nəzərdir ki, nədir? Ağanın hərəm. İmam Hüseyin Əleyhisselam hərəm. Orada mən ixtiyar sahibiyəm, neyniyəm? Tam qılam, 4 rəkətli namazları, səfərdiyəmi və yaxud da neyniyəm? Qəsr qılam. Sonra dedik, hara idi? Məkkə, Mükarrəmə, Mədinətül Münəvvərədir, Küfə məscididir. Bu yerlərdə mənim ixtiyarım vardı, namazına qılam, 4 rəkətli qılam. Sual verdilər ki, ağa, burada biz eləyə bilərik, oruç da tutayıq, xeyr. Bizim şiə müctehidlərimizin nəzərində, fəqihlərimizin ittifaqən hamısının nəzərində nədir? Orada o mənə icazə verilir. Neyniyəm? Namazımı tam qılmaya mənə icazə var. Amma oruç tuta bilmərəm. Bu 4 dənə məkanda oruç tuta bilmərəm. Əl-əmakinun ləti yətəxəyyəl musafir fiyhə beynə təqsir vəl-itmam yətəəyyən aleyhi fiyhəl iftar və la yəsihhu minhu som. Onun vəzifəsi nədir? Oruç tutmamaydı. Əgər oruç tutsa da onun orucu nədir? Səhih deyil. Bəli. Orucu səhih olmayacaq. Əgər oruç tutsa səhih olmayacaq. يعتبر في جواز الإفطار للمسافر أن يتجاوز حد الترقص الذي يعتبر في قصر الصلاة. Bəli, bunun barəsində də ki, qəsr-i salat barəsində danışmışım. Müəyyən qədər yenə də qeyd edərik. Amma buyurur ki, bəli, musafirdir, bir insan istəyir indi səfər ilə, o insan ki, yemək istəyir, axşam sağından özə qeyd edib, niyyət edib ki, mən sabah nə edəcəm? Səfər edəcəm. Hansı evdən yəni bu insan yeyə bilər? Öz evindən çıxmamış, orucunu açıb çıxa bilər? Xeyr, ya həddü tərəxüsü keçə. Həddü tərəxüs demişdik, nəzr olur? Ya yaşadığım bu mənim vətənim var, məntəqəm.
Məsələn, fərz bu Nəcəfdə çıxdıq, Nəcəfin divarlarını görmürük, azanını eşitmirik. Həddi tərəqsi çıxmış artıq Nəcəf çıxandan sonra mən eləyə bilərəm, neyniyəm? İftar eləyəm. Ondan qabaq iftar eləyə bilmərəm. Yu'tabar fi cavazil iftar. Yəni yeməyin icazəsində şərt budur ki, müsafir üçün ən yetəcavazə haddu tərəxxüz. Tərəxxüz həddini keçsə, hansı tərəxxüz həddi nədir? Əlləzi yu'tabar fi qasr sala. Namazımın qəsr olması üçün şərtdir axı. Namazımın qəsr olması gərək həyata keçə ki, həyata keçəndən sonra mən iftar eləyəm. Amma buyurur ki, vaqad mərrə bəyanuhu fi safhati 146-dir. Artıq bunu da biz 146-cı səhifədə 146-da. O fərqlidir nüsxələr. Nüsxələr fərqlidir. 146-cı səhifədə bəli, 146-cı səhifəni biz açanda görürük qəvati o səfərdir. Səfərin qəvati səfər ki, hansı səfərdə bir neçə şərtlər var ki, insan gərək məsafəni qət eləyə, niyyətli ola ki, mən səfər eləyirəm. Bəli, onlar kimsə istəsən ki, ora qayıdır üçün artıq biz onu xülasə şəkildə dedik, demək olar ki, bilirik. Mən səfər eləyəcəmsə, elə ki, çıxdım, kəndimdən çıxdım, kəndimin evləri görünmür, azanı da eşidilmir. Bu halda mənə vacib olur ki, namazımı nə qılam? Qəsr qılam. Elə ki, namazın qəsrliyi mənə vacib oldu. Namaz qəsrliyi vacib olandan sonra mən edə bilərəm ki, neyniyəm? İftar eləyəm, yəni yiyəm. Mübarək Ramazan ayında. Amma nə qədər ki, həddi tərəqsiyə yetişməmişəmsə, onda mən iftar eləyə bilmərəm. Bəlkə işin çıxdı, qayıtdın da, getmədi, səfər eləmədin heç. Yəcibu alə əhvat itmamus suvar alə mən safərə bə'də zival və yetəcəzzə minhu. İtmamus son bağışdır. Ağa buyur ki, bəli, ehtiyat vacibə əsasən bir insan ki, əgər istəyir səfər eləyə, nə vaxt səfər elədiyinə baxacaq bunun. Əgər bunun səfəri günorta, yəni zival, azan olandan sonradır, azan olan sonrası gərək ki, həmən gün orucunu tamamlasın. Azanı eşitdim, səfər elədim, məsafəni keçdim. Onda nədir vəzifəm? Orucunu tutacam həmən gün. Və əmma mən safərə qablə zəval. Yox, günorta azandan qabaq səfər eləsəm necə? Fəla yəsuhhu minhu somu zalikəl yom aləl əhvati lüzuman. Ehtiyat lüzuma əsasən həmən günü oruç tutsa bir insanın orucu səhih deyil. Gərək həmən günün qəzasını yerinə yetirə. Və in ləm yəkun nabiyən lissəfəri minəl-leyl. Gecə niyyət eləməmsə də belə, birdən-birə işi çıxıb indi səfər eləyir. Fəyəcuz ləhul iftar bə'də təcavüz ən hədd tərəxxuz. Və icazəlidir buna hədd tərəxxuzu keçəndən sonra neynəsin? Suyunu içsin, yeməyini yesin və aleyhi qədauhu. Və həmən insana vacib olacaq bir gün həmən o səfər elədiyi günün qəzasını yerinə yetirsin. İnşallah vaxtımız ki tamam olduğuna görə Allahın izni ilə gələn dərsdə bu məsələyə, yenə də bu məsələyə işarə edib sonraki məsələyə davam edərik. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.